Deməli mövzu kimya test topluğu 2025 yeni nəşr. Mövzudakı duzlar, duzların təsnifatı, adlandırılması, alınması və xassələr. Neçədə qalmışdıq uşaqlar? 11'də. 11-də. Baxaq 11-ə. Hansı reaksiya turş-duz əmələ gəlmir? Nə deyir? Turş-duz əmələ gəlmir. Elə mi deyir? Aha. Gəl birinci reaksiya baxaq. Qüvvətli turşu zəif turşun duzundan sıxışdırıb çıxardır. O zaman burada alınacaq natrium, xlor plus H2CO3. Burada turş-duz əmələ gəlmədi. Burada normal duz əmələ gəldi. Elədir. Və cavab əndidir. Bəs yaxşı, B-də bunlarda necə olur? Yadda saxlayın. Çox əsaslı turşu, yəni hidrogen sayı çox olan turşu öz normal duzu ilə girəndə nə verər? Turş-duz verər. Necə olur? Bax belə. Bax, indi bunu təzdən bura götürəcəm. Bayaq öyrətdiyim kimi. Görək bizim neçə kalsiyumumuz var, neçə H-ımız var, neçə PO4-ümüz var. Onları yazaq, təyin edək ki, bu necə bir duz yaratacaq. Bax, mənim burada kalsiyumum, bunlar birləşəndən sonra mənim kalsiyumum neçədəndir uşaqlar? 3 dənə. Mənim hidrogenim neçədəndir? 3 dənə. Mənim PO4-üm neçədəndir? Bu da 3 dənə. O zaman 3'ü ortaq kimi bura çıxararaq qutarıyıq. Tamam, neçəyə düşdü? Aldığımda turş-duz. Kalsiyum, hidro, ortofosfat aldım. Gördünüz mü? Gələm aşağıya. Uşaqlar, bu H2CO3'dür. Nədir bu? Deməli, natriumum neçədəndir? 2 dənə. Hidrogenim neçədəndir? 2 dənə. CO3'ün neçədəndir? 2 dənə. O zaman ikinci çıxar qabağa qutardı. 1, düzəldi. Gələm bura. İndi burada vəziyyət necədir? Burada biraz daha mürəkkəb olur vəziyyət. Bunu istəyirəm görəsiniz. Bunu qırağa çıxarım, qırağdan yazarım. Elə buradan yazarıq. Deməli uşaqlar, mən bilirəm ki, mənim neçə kalsiyumum var. Sulfat turşusu ortofosfatı çıxarır. Amma sulfat H2SO4'ün qalığıdır. Nəyin qalığıdır? Bu neçə valetlidir? Kalsiyum OH2'nin də qalığı kalsiyumlu, o da 2 valetlidir. O zaman mənim burada kalsiyum, bu sulfatın neçə dənə sulfatım var? 2 dənə, 4. Yəni 2 dənə 4. SO4'ün 2 dənə var da. Deməli, o 2 dənə kalsiyumumu götürəcək, belə bir duz yaradacaq. 2 dənə SO4, 2 dənə kalsiyumlu. Elə bir kalsiyum SO4 birləşdi, 2 mol yarandı ondan. Bəs yenə əlimdə qaldı. Mənim əlimdə nə qaldı? Kalsiyum neçə dənə idi? Deməli, kalsiyumun biri qalıb. Hidrogen neçə dənə var əlimdə? 4 dənə hidrogenim qalıb. Fosforum neçə dənə var, PO4'üm? Ondan da 2 dənə var. Mən bunları ortaq bir vuruq çölə çıxara bilmirəm. Amma hidrogenlə PO4 üçün 2'ni sala bilərəm bura. Bu neçəyə düşəcək? 1'ə, bu neçəyə düşəcək? O 2'ni yazarım bunun ayağına. Deməli, bu 2 mol sulfat, 1 mol kalsiyum ortofosfatdan girəndə bizə verir 2 mol kalsiyum sulfat, 1 mol da kalsiyum hidro ortofosfat. Aydındır? Bu aslında gübrədir bu qarışıq. Sağda superfosfat gübrəsi. Gübrə alınmasını bir də öyrənəcək. Bildiniz də necə işlədim bunu? Hə? Niyə kalsiyumun 3 dənəsi vardı, ikisini istifadə elədim? Çünki SO4'ün birinə bir dənə kalsiyum bəs eləyir. Birindən neçə dənə bəs eləyir? Mənim də 2 dənə SO4'üm oldu, ikisini götürdü, biri qaldı da artıq. Aydındır? Sonucunda yazaq mı? Sonunda nə var? Natriumum var, 2 dənə. Hidrogenim var, 2 dənə. SO4'üm var, 2 dənə. Bunlar rahatdır, 2'ni yazsam bunun qabağına haliydir. Deyəsən, mənim burada niyə 2'ni qabağa yazmadım? Çünki kalsiyum ortaq vuruğu yox idi axı kalsiyumsun. Kalsiyum bir dənə idi. Məcbur bunların ayağına 2 yazım. Bunların mötərsi alım, ayağına 2 yazım. Sonra neçə? 12 ilə bir izahı bayaq gördünüz, yoxsa deyim bir də? Yaxşı, deyirəm. Deməli, 12-də bizdən nə istəyir? Hansı halda mis-2 xlor ilə əmələ gəlir? Nə əmələ gəlir? Mis-2 xlor gəlir, kuprum xlor 2. Harada deyir, kuprum xlor 2 alınır? Kuprum xlor 2, bunu istəyir. Birinci mis-A bəndində mis-2 hidroksidlə natrium xlor reaksiyaya salmaq istəyir, bu reaksiya getmir. Niyə bu reaksiya getmir, bilirsiniz? Bu reaksiyanın getməmək səbəbi mis-2 hidroksidin söküntü olmağıdır. Duzla əsas nə zaman reaksiya girir? İkisi də suda həll olsun. B bəndində nə verir? Misi salmaq lazım H-xlor qazı ilə. Bu reaksiya mümkün deyil uşaqlar. C bəndində misi salmaq lazım klorit turşusu ilə. Bu da mümkün deyil. Erişir. Biri qazlı, biri suda məhlul. Xlor bunlarla girər, mis bunlarla hidrogenden sonra yerləşən metal turşusu ilə nə edə bilmir? Girə bilmir. Sonra bu D bəndə verir mislə xlorun reaksiyası. Bəli, mis xlorla girər, mis xlor 2 alınır. Deməli cavab elə D bəndidir. Mis oksidi salır Y-də kalsiyum xloridlə. Bu reaksiya baş verməz. Əsası oksid duzla reaksiyaya gedir. Aydındır?
Sonra neçə? 13. Hamısı 7 sırayla. Yaxşı. Bu 13-də maraqlı bir sualdır. Deməli biz ağ rəngli X tuzun üzərindən natrium hidroksid gəlibdir, məhlul gəlib və kəskin iyli qaz çıxıb. Bunu yaza bilməməyiz normaldır biz. Çünki kəskin iyli qazdan almışız. Kəskin iyli qaz amonyak. Kəskinlik çox qazlar var, bir də amonyakdır. Yəni kəskin iyli qaz bu da NH3. NH3 nədir? Kəskin iyli qazdır. Əgər bu NH3 kəskin iyli qazdırsa, Pərdəni çalışır. Pərdə doyum məncə. Heç budur. Getdi. Yox, hayır. Pərdəni deyir. İfadə gəldi. Deməli bizim kəskin qazımız nədir? NH3. O zaman nə kalium xlor, nə natrium sülfat, nə də barium xlor mənə lazımdır. Mənə NH4 xlor və ya NH4 yod lazımdır. Mən bunun yod mu, xlor mu olduğunu bilmədim üçün ona bir X desəm olar mı? X deməyim, siz bir K deyim. NH4 X burada təzəm bizdən X istəyir. Nəsə X-i səhv salarsınız ona görə. Böyle X deyim də olsun ha. Problem deyil, X deyək. Bunu salıb nə ilə? Natrium hidroksidlə. Nə ilə? Burada alınır natrium X və NH4OH. Bu da dərhal parçalanır NH3-ə, yəni kəskin iyli qaza və suya. Bu davamsızdır. Sonra bu götürür natrium X-i gümüş bir nitratla salır. Nə ilə salır? Burada gümüş X çöküntüsü alınır və natrium NO3. X nə ola bilər? Ya xlor ya da nə? Ya xlor ya da nə? Əgər söhbət gümüş xlordan gəlsə bu ağ çöküntüdür. Əgər gümüş yoddan söhbət gedirsə bu sarı çöküntüdür. Sarı mı alınıb, ağ mı alınıb? Ağ alınıbsa o zaman natrium kloriddir cavabımız. Ağ alınıbsa o zaman cavabımız nədir? Natrium klorid. Aydındır mı? Natrium klorid deyəmə amonyum klorid. Natrium klorid deyəmə amonyum klorid. Aydındır? Sonra 14. Deməli 1 mol dəmir hidroksidlə 1 mol dəmir 3 hidroksidlə bunu artıq öyrənmisiniz siz necə eləyəcəyinizi. Deməli bir dənə ferrum OH 3-üm var. Bir dənə də nəyim var? HNO3-üm var. De görüm neçə mol su alınacaq burada? OH 3 dənədir, H bir dənədir. Deməli bir dənə suyun alınacaq. İndi əldə var dəmir. Bir dənə. OH neçə dənə var? OH var 2 dənə. NO3 də var. Bir dənə. O zaman elə bu ikini OH-ın ayağına tutarsın geçsin. Çünki o ortaq vurğuza söhbəti burada olmadı. Düzdürmü? O zaman burada alınır dəmir 3, bu dəyişən molekül daxil. Bunun adı nə olacaq? Dəmir 3 di. Di 2 dənə OH var ha. Di hidro so nitrat. Bitti. Bu da bunun adı. Dəmir 3 di hidrokso nitrat. Hansı reaksiya getmir? Deməli 15-ci suala baxaq. Deyir hansı reaksiya getmir? Sual nömrələri görsənir orada. Görsənir? Heç görsənir. Sual nömrəsi görsənir. Yox, bunlar yox. Bunlar bu 15 görsənir. Deməli hansı reaksiya getmir? Suala gəl bir analiz edək. Sual karbonat turşusu, yəni H2CO3 silikatı çıxara bilərmi? Çıxarar. Ondan qüvvətlidir. Natrium 2 CO3 alınır, bir də H2 silikatı. Qələbi ilə duz nə zaman girir? İkisi də suda həll. Axı magnezium karbonat çöküntüdür. O zaman bu reaksiya mümkün deyil. Gəlin bura. Bunun OH-ı var, bunun nəyi var? H-dan OH gedər, alınır magnezium, xlor, 2 və su. Mis sülfat suda həll olur, natrium OH suda həll olur. Söküntü verir, bəli. Göy rəngli söküntü və natrium 2 SO4. Bəli, reaksiya getdi. Bunun OH-ı var, bunun nəyi var? Yenə su alınır və natrium 2 CO3. Necədir sizin üçün? Aydındır. Bildiniz ki, deməli getmədi. Çünki duzla əsas nə zaman reaksiya girir? İkisi də suda həll
Natrium OH həll olur qələmidir, amma maqnezium karbonat söküntü. Ümumiyyətlə karbonatların hamısı nə idi uşaqlar? Söküntü. Nədən başqa? Natrium karbonat, kalium karbonat və amonyum karbonatdan başqa. Ümumiyyətlə bu 3 dənənin bütün duzları suda həll olur. Aydındır? Aydındır? O su içəcəksən yenə. Onu götür qoy qırağa. Ver ona qoysun arxaya. Yoxsa sən ancaq onunla əmrlaşarsan. Ver qoysun arxaya da ona götürməyəsən. Gələk 16-ya. Hansı formul deyir doğru deyil? Eləmi? Hansı formul doğru deyil? Birincisi, mən nəzəriyyədə də vermişdim. Belə bir şey mümkündürmü? Xeyr, mümkün deyil. Çünki natriumun zaten bir dənə OH var, o getməsə o duz yarada. Zaten nəzəriyyədə də vermişdim. Belə bir şey mümkün deyil. Burada heç bir problem yoxdur, amonyum ortofosfatdır. Burada heç bir problem yoxdur, natrium dihidroortofosfatdır. Bu natrium hidroortofosfatdır. Bu da amonyum hidrosulfatdır. Heç bir problem yoxdur. Problem yalnız natrium OH klordadır, çünki natriumun bölündə OH getməmiş, onlarsa birləşə bilmir. Aydındır? Bir turşulu əsasdan əsası duz almaq mümkün deyil. Davam edək. Hansı əsaslar həm normal, həm də əsaslı duz əməliyyatdır? Az əvvəl dediyim kimi, natrium OH-dan, litium OH-dan, NH4 OH-dan bunlardan əsası duz ala bilməzsən. Amma məsələn, kalsium OH2-dən alarsan, deyəsən necə? OH-in biri gedər, biri qalar, əvəzində OH gedən yerə NO3 birləşir, al sana əsası duz. Və ya kalsium OH-in biri getdi, biri qaldı, bölünə xlor birləşdi, al sana əsası duz. Yəni, çox turşulu əsaslar əsası duz verə bilər. Təbii ki, ikisi getsə, kalsium xlor 2 alınır, o da normal duz. Anladın? O da ki, bu və bu. Bunlar olmaz. Bir turşulu əsaslar əsası duz əmələ gətirə, bir turşulu əsaslar əsası duz əmələ gətirə bilməz. Hansı reaksiya sulu məhlulda baş vermir? Əslində belə baxanda görsən ki, hamısı baş verir də, bundan problem var. İndi problemi sizə deyəcəm şu an. Problem nədir? İlk olaraq onu sizə deyim ki, metalların erişməyib gəldiyinin sırası var idi. O sırada əvvəl gələn metal, sonrakini çıxara bilir. Elə dördü litium, sonra nə idi? Kalium, kalsium, natrium, magnezium, alüminium, sonra mangan, sink, krom, dəmir, nikel, belə gedirdi. İndi deyəsən ki, mənim alüminium dəmirdən qabaqdır da, düzdür? Alüminium dəmirdən qabaqdır. O zaman alüminium dəmiri çıxarır, deyəcəm da düz deyirsən, çıxarır. Doğru. Buna bir sual qoyaq, birazdan qayıdacaq. Gələm bura. Duzla əsas nə zaman reaksiyaya girir? İkisi də suda həll olsun, bəli həll olur. Alınanlardan biri çöküntü olsun, bu da qırmızı qonur rəngli çöküntüdür. Elə bu da çöküntüdür, kalsium sulfat. Deməli, bu reaksiyada gedir, super. Gəldik bura. Əsasla turşu nə zaman girir, ikisi də suda həll olsun, alınanlardan biri gedir. Sink dəmiri çıxara bilərmi? Baxın, sink dəmiri çıxarır. Bəs burada problem nədir? Kalsium da dəmirdən əvvəldir. Kalsium niyə dəmiri çıxartmasın ki? Çünki əzizlər, kalsium suyu görən kimi, birinci kalsium nə ilə reaksiyaya girəcək? Birinci kalsium suyu ilə reaksiyaya girəcək. Beləcək kalsium OH2 və hidrogen qazı. Əmələ gələn kalsium OH2 reaksiyaya girəcək. Dəmir sülfatla. Orada da alınacaq ferum OH3 və kalsium SO2. Yəni reaksiya belə baş verəcək. Yoxsa birinci mərhələ, bu da ikinci mərhələ. Yoxsa burada B bəndində göstərildiyi kimi yox. Reaksiya gedir, qəşəng reaksiya gedir. Amma birinci o aktiv metal su ilə girir, sonra alınan qələmi duzla girir. Və burada da metal çıxmır. Metalın nəyə yaranır? Əsası yaranır. Bunu bir qeyd kimi də öz üçün götürə bilərsiniz. Çünki bu işi bir də kalsium belə görmür. Litium da belə edir, natrium da belə edir, kalium da belə edir. Aktiv metallar, su ilə adi şəraitdə reaksiyaya girənlər. Su ilə adi şəraitdə reaksiyaya linoqrıbcız qasırba. Davam eləyək. Videoda olacaq da bu videonu işləyəcəm. Davam eləyək. Hansı tənlik doğru deyil? Yenə eyni tipli sualdır. B bəndi doğru deyil uşaqlar. Mis-sinki çıxarar. Çünki o sırada mis-sinkdən sonradır. Sonraki metal, əvvəlki metalı duzunla sıxışdırıb çıxara bilmir. Qalan sözü duru turşudan hidrogen çıxartmaq, qızdıranda su ilə reaksiyaya girmək, quruşunu çıxartmaq, söküntü alınır və reaksiyaya girmək. Cavab B bəndi.
Tuz yoxdur. Nasıl gedirik də. Hansı sırada olan metallar quruşun nitrat məhlulun quruşunu çıxarır? Quruşundan əvvəl yerləşən metal amma aktiv olmasın. Aktiv olmasın, quruşundan əvvəl yerləşsin. Y variantı. Oldu mu? Demək ki, başa düşmüsən. Super. Hansı maddə həm natrium OH, həm də klorid turşusu ilə reaksiyaya daxil olur? Uşaqlar, həm natrium OH-dan, həm klorid turşusu ilə girmək üçün elə bir sözlə, həm natrium OH-dan girməlidir, həm H-klordan. Könül istəyir amfoter bir xassəli maddə axtarır, ya metalın özü, ya oksidi. Amma burada fikirlərin amfoter yoxdur. Burada amfoter, mən diqqətli seçən burada budur. Bu girəcək hər ikisi ilə. Deyəsiniz, mənim niyə hər ikisinə girir? Birinci uşaqlar, duzla əsas nə zaman reaksiya girir? İkisi də suda həll olsun, alınanlardan biri söküntü olsun. Burada alınır natrium klor və kuprum OH2. Söküntü alındı mı? Bəli. Gelir reaksiya. Bəs bununla niyə girir? Bununla da bunun hoşu var, bunun nəyi var? Yok, kuprum klor 2 alınacaq və su. Reaksiya getdi. Aydındır? 22. Bunu artıq yolunu bilirsiniz. Harada əsası duz alına bilər. Birincisi, bir turşulu əsaslar olan bəndi sil, onun moluna zadına baxmazsan. Natrium OH olan bəndi sil, çünki natrium OH-dan əsası duz almaq mümkün deyil. İndi baxacaqsın OH və H sayını. Deməli, burada neçə dənə OH var uşaqlar? 2 dənə. Neçə dənə H var? 4 dənə. Burada alınacaq kuprum klor 2 və 2 mol su. 2 mol H klor artıq qalacaq. Deyəsən, ay müəllim, niyə artıq qaldı ki? H çoxdur, qoy turşduz alınsın da. Bir əsas. H çoxdursa deməli turşduz alınsın. Amma bir əsaslı turşular turşduz da verə bilməz. Misal 2 dənə xlor lazımdır. 2 dənə xloru götürdük, qutarı yetdi. Demək bunun 2 molu artıq qalacaq xlor. Gələn bura. Neçə dənə OH var? 2 dənə. Neçə dənə H var? 2 dənə. O zaman 2 mol su yaranacaq və kalsiyum SO4. Gəldim sonuncuya. Neçə dənə OH var? 1 mol da bu. Bundan neçə dənə var? O zaman kalsiyum OH xlor alınacaq burada və H2O. Bunun bir dənəsi bunun birini götürdü. Biri qaldı böyründə və xlor da onun yerinə keçdi. Yəni OH sayı Belə göstərə bilərəm sənə. Bax, kalsiyum OH, kalsiyum OH, H klor gəldi. O bunlar getdi, klor birləşdi. OH sayı OH sayı çox olmalıdır. Əsası düz olmaz üçün bəli. Turşduzda da OH sayı OH Bəli. sayı olmalıdır. Bəli. Bax, burada görürsən bu sistemi. Bu kalsiyum OH2-dir. Bizdə bir dənə bundan var, bir dənə bundan. Bax, H-dan OH getdi, klor birləşdi bunun yerinə. OH-ın biri qaldı axır. Bu oldu ki, əsası düz. Anladın? Hə? Amma burada necə idi vəziyyət var? Bu B bəndində, onun üstə biraz da durum, elə biləm üstə qaranlıq qaldı. Elə ki, bu belə idi vəziyyət. Səndə vardı kuprum OH2, amma H-klor səndə neçə dənə idi? 4 dənə. Bir sual verirəm sənə. Bunun biri bundan getdi, xlor birləşdi. Biri də bundan getdi, xlor birləşdi. Bunlar neynədir? Heç nə. Artıq qaldı da. İndi tam oturdu, düzdür? Bayaq elə biraz oturda şık gelir, elə varmış. Jetonun səsini eşitməmişdi. Ne düşürüz? Dəqiq. Sonra 24 istəmişsən. Uşaqlar, burada bizə nə deyir? Bir turşum var, bir nəyim var? Bir əsasım var, bir də nəyim? Turşum. Deməli, YOH, 2 var mənim, bir də HX-im. Kütlələri verib mənə, alınan duzun molar kütləsini istəyir. Bir sual verirəm sizə. Burada söhbət nədən gedir? Necə duz almalıyam? Normal duz alınması gəlir, OH sayını, H sayını olsun. O zaman bunda 2 dənə varsa bura nə yazmalıyam? O zaman nə qədər su alınacaq? 2 dənə su alınacaq. Deməli, o zaman Y-im olacaq, bir də 2 dənə nəyim X-im? Olacaq Y. X neçə? 2. Burada hər şey aydındır. Bunun kütləsini neçə verib bizə? 58. Bunun kütləsini neçə verib bizə? 81. 2-yə vur. 160. Bunun kütləsini bilmirəm, zaten onu soruşur. Bunun da kütləsi 18-dir, bu 2-yə? 36. Axı bu kütlə cəmi bərabərdir maddə kütləsi saxlanması qanunu. O zaman evi burada nə edirsiniz? Taparsınız. Bir dənə də başqa yolu var, onu da deyim mi? Deməli, YOH2-dən. Bunun kütləsini neçə verib? 58. Bunlar 34-dür ikisi bir yerdə. O zaman bu neçə olur? 24. Y2-dən OH itirdiyi üçün Y neçə validdir? 2. İndi HX-ə baxaq. Bunun kütləsini neçə verib? 81. Bu 1-dirsə bu neçə olur? 80. Bu 1 hidrogen itirdiyi üçün bu neçə valentdə olur? 1 valent. Formulu tərtib edirsən belə. Bunun kütləsi 24. Bu da 80 olduğumuz için 2'ye vurun 160. Topla. Hansı yaxşıdır? Mən də yuxarıdakı yaxşıdır. Tamam. Tamam eləyək.
Neçə? 6. 26. 26. Uşaqlar, amoniumun ortofosfatla əmələ gətirdiyi duzların formulunu istəyir. Düzdür yoxsa yox? Bəli. Amonium iyonu budur, NH4 müsbət. Bu bir valentlidir. Elədir? Bu nədir? Amonium iyonu. Amonium. Amonium iyonu da bunu keçmiş rabitə dərsində. Burada donor akseptor rabitəsi vardı, xatırlarsınız? Hidrogenin biri. Bəli, hidrogenin biri donor akseptorla birləşir, özü də bu iyondur. Bir valentlidir. İndi H3PO4'ü görürsünüz də bu. Bir hidrogen itirsə nə olar ha balam? H2PO. Bu neçə valentli olar? Bir valentli. Mənfidir. İkisini itirsə HPO4. Neçə valentli olar? 2 valentli. Mənfi 2 oksidaşma dərəcəsi. Üçünü itirsə 3 var. PO4 olar 3 valentli, mənfi. Gəl bundan birləşdirir. Bu da 1, bu da 1. O zaman formulu nə olar? NH4, H2PO. Düzdür? İndi bu 1 valentli, bu 2 valentli. Olar NH4, 2, HPO. İndi bu 1, bu 3. Onda olar NH4, 3. Bunun adı amonyum dihidroortofosfatdır. Nədir? Dihidroortofosfat. O zaman bu 2'dir. Bunun adı amonyum hidroortofosfattır. O zaman bu 3'dür. Bu ise amonyum ortofosfattır. O da 1. Tamam, 7. Aydındır. 100%. Son. Neçə? 27 yoxsa 28. Ay uşaqlar. Birincisi alüminium sabit valentlidir. Nədir? O zaman orada harada valentli görürsən o bəndəlisi. Elədir. O zaman sən zəhmət olmasa bu B-ni sil, burada 3 valentli deyib. Bu C-ni də sil. Bunu da sil. Bu alüminium nitratdır da, yəni burada nə deyəcəksən ki? Metal adlandırmaq necə demişdim sizə? Metalın adını deyirdi. Valentliyi varsa valentliyi deyirdi. Haşı varsa ya hidro ya da dihidrokso deyirdi. Sonra da turşun adını deyirdi. Nələ dördü? Bu metal alüminiumdur. Alüminium. Valentliyi yox, OH yox. Alüminium nitrat da. Birincisinin adı. Nitrat. Burada 2 dənə H olduğu üçün olacaq alüminium dihidro ortofosfat. Alüminium nə? Deyil. Deyəsən mənə bəlkə bu 3-2'ye vurum. Xeyr, PO4'də birləşik hidrogen sayına bax. Alüminium dihidro ortofosfat. Qutardı bu qədər sadə. Cavab nə olacaq? Aydındır, yoxsa bir də deyil. Sonra 30. Deyir, hansı sırada yalnız bir valentli metalın ortofosfat turşusu duzlar. Birinci söhbət əgər ortofosfatın duzlarından gedirsə bu ortofosfat deyil. Bu HPO3'ün qalığıdır. Nəyin qalığıdır? HPO3 metafosfatdır. Nədir? Metafosfat. O zaman metafosfatsa bunun üstünü vur, burada da biri var, onda var. İndi gəl ortofosfatı bir valentli metaldan birləşdirim. Amma ortofosfatın az əvvəldə yazdım. Hansı qalıqları var? H2PO4 var, hansı ki 1 valentli. HPO4 var, hansı ki 2 valentli. Bir də ki nə var? PO4 var, 3 valentli. Gəl bunu 1 valentli metalla birləşdirir. Metal da 1 valentli, bu da 1 valentli. Bunda formu nə olacaq? X H2PO4. İndi metal 1, bu 2 valentli. O zaman X-in ayağına nə gələcək? 2. Metal 1, bu 3 valentli. O zaman X-in ayağına nə gələcək? Yəni 1 valentli bir metalın ortofosfatla əmələ gətirə biləcək. Duzlar bunlardır. Bu. Hansı bənddir? Seç özün cavabını yap. Sən mən seçim sənin üçün. Bəli. Aydındır? Duqa. Tam başa düşdün mü? Əl götür üzündən bala. Tam aydın olmasa soruş. Dəqiq. Bu bildin niyə 1 valentlidir? Çünki bir dənə hidrogen itirir. Bu 2 dənə itirdiyi üçün 2 valentli olur. Bilirsən niyə elə olur? Bilmirsənsə göstərin. Bax, bunun quruluşu bax bu şəkildədir. Bax, belə. Belə vəziyyətdədir. Əgər sən buradan bir hidrogen silirsən, bunu neçə əli boşladır? Yəni bir dənə rabitə yarada bilər. 1 valentli. İkisini itirəndə 2 valentli, 3'ünü itirəndə bu birləşmə neçə valentli olur? 3. Anladın? Hadi gözlə. Bir ayın neçəsidir? 20. Gəlin köçür deyəsin. Seçim olsun. Sonra. Neçə yazdı bu? Tugay neçə yazmışsın? 32. Hansı tərəf duzda soyaq? Avalan. Həll olma ilə bağlı sizə fiziki xassələrində bilgi vermişdik. Düzdür? İndi o bilgini təzədən mi verim sizə? Demişdik ki, xloridlər hamısı həll olur.
Hamısı nə olur? Gümüş xlor. Hamısı Qurğuşun xlor bir də Hə. gümüş xlordan var. olur. İstisnalar kimlərdir? Qurğuşun Gümüş bir klorid çöküntü idi, bir də qurğuşun xlor. 2 klorid çöküntü idi. Sulfatlar dedik hamısı həll olur. Hə? Hə, olur. Kimlərdən başqa? Barium SO4 çöküntü idi. Kalsiyum. Kalsiyum SO4 çöküntü idi. Stronsiyum SO4 çöküntü idi. Qurğuşun xlor. Qurğuşun 2 sülfat çöküntü idi. Bir də gümüş bir sülfat çöküntü idi. Ya da pis həll olur, çox pis həll olur, belə deyə bilərsən. Nitratların hamısı həll olur. Yəni bir şeyin böyle NOx varsa həll olur. İndi gəldik karbonatlara. Bax bu karbonatdır. Bu sonra silikatdır, metasilikattır. Sonra sulfitdir. Sonra ortofosfatdır. Bunlar hamısı çöküntüdür. Hamısı çöküntüdür. Kalyumun, natriumun ve amonyumun duzlarından başqa. Bax bunların duzları, bu iyonların duzları suda həll olur. O zaman başlayaq. Agil. Həll olur, həll olur, həll olur. Ha, yaxşı həll olur. Həll olur da. Çöküntü həll olur. Çöküntü, çöküntü, çöküntü. Bu çoruyur, bu çoruyur, bu çoruyur, bu çoruyur. Tamam, bir A bəndi. Digərləri qəşəng həll olur. Bunlar hamısı qəşəng həll olur. A bəndində üçü də həll olur. Necədir sən sonra? Bir də o bilgini öyrənmək lazım. Bilirsən? Ha? Bilirsən evet. Danış da. Səsindən sən tanımazlar, narahat olma. Da dedim mən belə bəyənirəm, belə like atıram, videolara falan. Heç də olmadı. Nə oldu əvvəl? Dəqiq. 47 dən dedim mənim nəyim var, profilim. 25. Neçə? 36? Hə. Deməli, tuş duza çevirmək lazımdır, eləmi? Deməli, mənə deyir ki, kalium OH-la H2SO4-ü sal, amma tuş duza al. Uşaqlar, tuş duzda gərək H sayı, OH sayıyla nə olsun? İndi mən bunları necə götürüm? Bunu 1'ə 1 götürüm, yoxsa 2'ə 1 necə götürüm? Bu neçədən OH-ı var? Bir dənə. Bu neçədən OH-ı var? Zaten 1'ə 1 götürsəm işimiz düzəlir də. Bir dənə OH bundan qopar, bir dənə H bundan 1 mol su yaranar. Yerdə qalar nə? Kalium, H, SO4. Aldığımda tuş duz. İndi normalde bunun 98 qramı, bunun 56 qramı ilə girir. İndi bizə verib bunun 49 qramı. Nə qədərlə girər ki, tuş duz alır? 28. Все, bitti. 2'də bas, 2'də bas. Dikkat edin, taşı ucuyla taşı. Ucuyla. Şu ortasına koyun. Ona göre çok düşmez. Öyle yaraşırsın. Az olur. Ne iş beşen olması da beşen olmaz. Gide de beşen. Sonra devam eləyək. Neçə? 38. Oğlum normal duz alınmaz için gene H sayı, OH sayı ne olsun? Harada beraberdir vur geçsin de. Harada beraberdir vur geçsin. Bak bir daha buna. Listen OH var. 2 dənə. Listen OH var. Olmaz. Yok burada olmadı da. Kalsiyum OH klor alınacaq burada. Bir daha. Esas olmaz. Əsası duz alındı. Necə duz alındı? İşte bu biz normal duz alınsın. Yok normal istedi bu. Olmaz. Elə deyəsən A bəndidir də. Bak 6 dənə H var. 6 dənə OH. Deməli 6 mol su alınar. Bir də alüminium 2, SO4 3. Alüminium 2 dənə var, SO4-dən də 3 dənə var. Yanmaya tutasın getsin. Necədir sənin üçün? Çok sergen. Bəli? Çok sergen. O nə də? Sergen de benim. Hə. Başa düşdün nə əsas? Evet, evet. Olsun. Sonra neçə? 42. Hansı halda əsasla turşunun göstərilən mol nisbətləri turşsuz əmələ gəlir? Uşaqlar, birincisi sən bir əsaslı turşudan turşsuz ala bilməzsən, buna baxma. Buna baxma. Buna baxma. Ehtiyac yoxdur. Normal Çünki olmalıdır. normal ola bilərsən, qarışıq duz alarsan, amma turş duz ala bilməzsən. Çünki onun bir hidrogeni var. O da gedəndən sonra o da turş duz əmələ gətirə biləcək vəziyyəti qalır. Y variantında bir əsaslıdır ki. Y variantında bir əsaslı turşudur da, H olur. Y. Y'də HNO üstündə bir də hidrogeni var da. Amma o üçün heç bir önəmi yoxdur, sən turşuya bax. Gəl kölün üstü yazın, bax budur bax. Alüminium OH var səndə bu belə. Hə? 3 dənə HNO var. 3 dənə nə var? Abi sən bundan nətər turş duz ala bilərsən ki? Bunlar bunu götürəndən sonra
Lap heç alüminium OH götürmürəm, kalsium OH götürürəm. İkisi yerləşsə biri artıq qalır da reaksiya girə bilmir. Neyini? Artıq qaldı sadəcə. Anladın mı? Ne olsun ki H çox idi? Artıq qaldı, işe yaramadı. İndi gələk görək obuslarına baxaq, görək harada H çoxdur. Burada 2 dənə OH var, 2 dənə H var. O zaman burada normal tuz. Bəli, barium mesot 4 və 2 molda su. Amma burada isə, ya bunu yazaq. Neçə dənə OH var? Bir dənə. Neçə dənə H var? O zaman 1 mol su yaranacaq. Alacaq natrium HSO4. Biri 7 suya, biri qaldı. Oldu turş tuz. Aydındır? Dəqiq. Gözəl. Devam edelim. 40 neçə? 44. Alüminium hidrosulfatın formulu. Bu bizim üçün rahatdır. Gəlsən müəllim, mən bunu necə formulunu yazım ki? Birincisi, alüminium hidroksozat demir. Alüminium deyir. Alüminium da alüminium OH3-ün qalığıdır. Nəyin qalığıdır? Yəni alüminium neçə ettidir? 3. Hidrosulfat deyir. HSO4 deyir. O neçə valettidir? O da H2SO4'ün qalığıdır. 2 hidrogeni var, biri gelib, o zaman 1 valettir. O zaman çarpaz elə formulu yaz. Bitti. Aydındır? Dəqiq? Nuray aydındır bana? 100%, Mələk. Gördünüz də necə elədim? Alüminium 3 valetli 3 dənə OH getirib, bu da 1 hidrogençisinin 1 valetli çarpaz elə qutardı, formulu düzəldi. Tamam. Tamam. 50. Ulan istəmişsiniz? Yaxşı. Oxurdum mən dedim, hamı gedəcək. 45 var. 45'e baxmadıq. Ha, baxmamışıq. Ha, bu necə duzdur, onu soruşur. 2 müxtəlif əsası qalıq var, bir dənə də turşu qalığı. 2 qat duzdur da bu. 2 qat duzda 2 müxtəlif turşu qalıq, əsası qalıq olurdu. Yəni kalium OH-dan kalium, alüminium OH-dan da alüminium. Sonra neçə vardı? 50 dediniz. Hansı reaksiya əsasın və turşunun mol miqdarına asılı olmayaraq yalnız normal duz alınır. Yəni turşunun əsasının neçə mol olmasına asılı həmişə normal duz alınır, deyə bəndədir. Bir turşulu, bir əsaslı. Yəni bu bir olanlar heç vaxt turş və ya əsas duz verə bilmir. Sonra 50 neçə? 51. İndi sizə sual verirəm. O hansı turşu qalığının bütün duzları suda həll olur? NO3-ünə, o zaman bu suda yaxşı həll olur. Onun hamısı nədir? Töküntü. Bu ne yazmıyorlar ha? Sonra 55. Xüsusi olarak bu üçünü vermiştim mi diyesen? Bunu vermemiştim. Bunu vermiştim. Töküntü kimi. Ama birincisi çok rahat sualdır. Bir molda 6 atom. Burada birinci 6 atom olan yata var. Göre kimin 6 tane atomu var. Burada 2, 3, o da 3, 6 var. Bunda 6 var. Bunda 2, 3, o da 3, 6 var. Bunda 1, 2, 3, 4, 5. Bunda 5. Bunda 4, 5. Bunda da 5. Bunda 1, 2, 3, 4, 5, 6. Bunda da 6. 3 tane de 6 da var. Ve deyir, əsası duz olsun. Bu 2 qat duzlu vur. Bu tuş duzlu vur. Bu əsası duz. Yine əsası duzdan girsəydim 2 bənd qalırdı. Tərs girişdim mən, saydan girişdim. Dedim də bəlkə əsas duzu almaz Tugay bəy. Əlbət üzündən hə. Əlbət üzündən. Neçə? 57. Neyiniyim ki? Bunlar nitrat turşusuyla salıb, eləmi? Hə? Böyle barium SO4 nitrat turşusuyla girməz. Çünki nitrat sulfatı çıxara bilmir. Amma kalsiyum karbonat nitratdan girer. Nitratdan girer. Ne anlar? Kalsiyum, nitrat, H2CO3 o da CO2 ve H2O. Desin ben bu aradan çıxdı. Bu aslında burada alınır H2 ilə H2CO3. Sonra o da parçalanır buna. Bu da gazdır. Bu da ne gazdır? Bunu yine sallaşdırır. Burada bir 2 yazsa düzəlir. Ne kadar gaz çıxır? Ne kadar gaz çıxır? 448 mililitre. 448 mililitre neçə litrdir? Minə böl. Minə böl. 0,448 litr. Normalde ne kadar alınır? 22,4 litr. Neçə gramla? 100 gram girəndə. Neçə gram girib görəsən? Bu bundan neçə var?
Yox. 2 qram. 2 qram. Neçə qram girir? 2. 2 qram. Bəs bunlar ikisi birlikdə neçə qram idi? 5 5. qram. İkisi əgər budursa buna neçə qaldı? 3 qram. 3 qram 3 5-in neçə faiz idi? 60 faizi. Bu da 40 faiz. Qram. Faiz istəyir, qram istəyir. Qram. Ola bilərdi faiz istəsin, ona görə yazdım. Bir də deyirəm Tugay, duzların biri girdi, biri girmədi. Girəndən çıxan qazın miqdarı vermişdi. O qazdan neçə qram girdiyini tapdım. Əgər bu 2 qram giribsə, o zaman bu 3 budur da. Sənin 5-lər oxur. Sənlə mənim 5 manatımız var, girmişik dükana. Mən pulumu xərcləmişəm, sən xərcləmirsən. Mən pulumu aldığım saqqızdan bilirsən ki, 2 manat xərcləmişəm. Onda sənə nə qədər var? Mən 3 manat, 3 manat. Neyse, ikisinin bir yerdə 5 idi. Sonra. 8. Neçə? Bunu öyrənmişsiniz siz. Amma burada bir məsələ var. Birincisi uşaqlar. Kalsiyum OH2 ilə CO2-ni mən 2 formada sala bilərəm. 2 formada sala bilərəm. Necə 2 formada sala bilərəm? Deməli, bunları birin birə salaram. Bu turşu deyil axı, mən bunun hidrogen sayını görmürəm, hə? Görsənsən? Amma bu hansı turşunun anhidronidir? H2CO3. Yəni H2CO3-dən sanki suyu çıxarıblar, CO2 qalıb. İndi bu neçə əsaslı turşudur? 2 hidrogen var, 2 dənə var. O zaman burada necə duz alınacaq? Kalsiyum karbonat. Amma 2 mol yox, 1 mol su. Deyəsən niyə 2 mol yox? Çünki bu H2CO3 deyil, axı CO2'dir bu. Sanki bir zaten bir dənə su bəri başdan yoxdur da. Elə bunlar birin birə girəndə belə olur. Birin birə girəndə nə olur? Belə olur. İndi mən bir də bunu belə götürsəm, kalsiyum OH2-ni 2 mol CO2 ilə salsın, onda nə tər olacaq? İndi burada nə görsün? Yenə H2CO3 görsün, amma 2 dənə. İndi H mı çoxdur, OH mı çoxdur? H çoxdur, o zaman necə duz alınmalıdır? Turşsuz. Necə duz? O zaman kalsiyum HCO3 alınacaq. 2 dənə. Burada suza çıxmayacaq. Deməli, onda kalsiyum OH2-ni birin birə götürəndə, kalsiyum karbonat alınır, birin 2'ye götürəndə, bizdə isə bunları 2 bundan götürüb 2 bundan. Bir də 2, 2, 1, 1 demək deyil. 2'nin 2'ye nisbəti birin birə deyil. Bunlar 1, 1 girəndə neçə qram alınır? 100 qram. 2, 2 girsə nə qədər alınır? 200 qram kalsiyum karbonat alınır. Doğru getdi. Sevən. Aydındır? Devam edək. 60. Hansı maddənin formulları doğrudur? Bunu yazdım ya bayağı deyilsin. İzah edeyim mi? Bunu bayağı yazmışdım sizin için. Enisidir, bunu sıx, bunu seç. Sonra. 64'ten deyəsən 70'e qədər hamısı var. Ha, elədir, bir dənə baxalım. 65, 66, 67. Suda həll olmayan duzlar. Bayaq bunu eləmişik də. Deməli, bu da həll olanları istəyək, həll olur. Həll olur, həll olur, həll olur. Həll olur, həll olur, həll olur. Həll olur, həll olmur, həll olmur, həll olmur. Yeməm. 65'i də artıq öyrənmişsiniz. Neçə dənə OH var? Neçə dənə OH var şu an? OH neçədir? H neçədir? 2'de 6 da. O zaman normal duz alınacaq. Kalsiyum 3, CO4 2. Kalsiyum 3. Deməm. Normal duz. Nə H olmaz, nə OH olmaz. Bəs 3-2 hardan gəldi, hə? Hə? Kalsiyum neçə dənə OH-dir? 2 dənə, 2 variantlidir. H2PO4 neçə dənə hidrogendir? 3 dənə. O da 3 variantlidir. Oldu mu? Mələk. Bunu mu istəyirdin? Dəqiqlik yoxsa yenə nəsə demək istəyirdin? Elə bunu soruşuram. Bir soruşacağım ki, orada 3 mol değil. 3 mol değil. 6 H2O, biri 2 moldu, Biri 2'di, biri 3'tü. 2'ni 3'e vuranda 6, 3'ü 2'ye vuranda 6. Sonra. Deyir ki 66'da bunun üzerine hansı birləşmə əlavə etdikdə natrium karbonat alınsın. Natrium karbonat alınması yerine natrium OH gəlir. Normal. Niyə natrium OH gəlməli ya? Çünki uşaqlar, mən bunun üzerine natrium OH gəldikdə bu OH bu OH-ı götürər. Alınar su. Natrium da gelir OH-ın yerinə də. Olar H natrium 2. Yox 3. Aydındır. Sonra 67.
Magnezyum hidrokarbonat. Adı üstündə də magnezyum hidrokarbonat. Magnezyum hidrokarbonat. Bu magnezyum hidrokarbonat ola bilməz. Deyəsiniz, mən niyə deyəcəm indi? Bu magnezyum karbonat da ola bilməz. Bu olar, bu olar, bu ola bilməz. Sonra dəmir 2 oksid. Bu dəmir 3 oksiddir. Bu zaten vurmuşam. Vurulub. Dəmir 2 oksid oldu. Bu dəmir 2 oksid oldu. Bir də dəmir 3 hidroksoklorid. Bir dənə OH olmalı uşaqlar. Neçə dənə OH olmalıdır? Dihidrokso demir çünki. Nə deyir? Bu dihidroksodur burada. Qaldı C variantı. C variantı. Deyəsiniz mənə niyə magnezyum HCO3 yox? Magnezyum HCO3 2. Niyə bu yox bu? Birinci bu magnezyum nəyin qalıqıdır? Magnezyum OH2. O neçə valentlidir? 2 valent. İndi gələn bu HCO3-ə. HCO3 də H2CO3-ün qalıqıdır. Bir hidroeksid, o da 1 valentlidir. 1 valentlə 2 valentli rastlaşanda formul necə olmalıdır? Magnezyum oksijen. Anladınız niyə elə oldu? Bəli. Bildin balam niyə? Davam edək. 8 istəmirsən deyəsən. Yaxşı. Hansı halda X bir əsaslı turşunun qalıqıdır? Bir əsaslının qalığı o demək ki, 1 valentlidir də. Bir əsaslının qalığı nə deməkdir? 1 valent. 1 valentlidir. Burada alüminyumun neçə dənə OH var ümumiyyətlə? 3 dənə. Bu birincidə X 2 dənə OH əvəz edir. Yəni biri bura gəlib, bura biri gəlib. 1 valentlidir də. Neçə valentlidir? 1'dir. Bu da 1'dir. Gəl lan bura. Burada da bir dənə OH əvəz edib də. Burada da 1 valentlidir. Burada neçə dənə OH-ın yerindədir? 2 dənəsi. 2 dənəsinin yerinə girən 2 valentlidir. 2 dənəsinin yerinə girən nədir? Olmadı. Burada bəs necə eləməsin? Zaten çarpaz gəlir də, bəllidir ki 2 valentlidir də. Neçə valentlidir? 2. Bəli, başa düşmədim deyim. Yox, yox. Yaxşı, tamam. 70. 70 də bundan da öür. 3 əsaslı turşun qalığı olsun, yəni 3 valentli olsun demək istəyirlər. Yalnız 2. Bunda 3 valentlidir. Kolonun içində 3 valentlidir. Burada 2'dir. Bunların zaten birlikte burada 2 valentlidir. Burada 1 valentlidir. Burada bu 3'tür. Çünkü alüminyum da 3'tür. Bu da 3'tür. Formulu alüminyum X. Yalnız 2. Sonra 76'ya kadar olsun. 71. Deyir, yansı suda yaxşı həll olur. Birincisi sülfatlar hamısı yaxşı həll olur. Elə deyil. Bu ikisi sinklə SO4 birləşir, sink SO4 bu yaxşı həll olur. Dəmirlə də sülfat birləşir, ferrum SO4 bu da yaxşı həll olur. Karbonatlar həll Olmur. yəni sink karbonat da çöküntüdür, dəmir karbonat da çöküntüdür. Karbonatlarda yalnız natrium, kalium bir də %72 eyni bayaqçının eynisidir. 72-də. Deməli, baxın, ortofosfatlar çöküntüdür də. Magnezyum ortofosfat da çöküntüdür, alüminyum ortofosfat da çöküntüdür. Bunlar işte çöküntüdür. Sülfatlar suda həll olur. Magnezyum sülfat da həll olur, alüminyum sülfat da həll olur. Z və T həll olur, X-lərinin gibi pis həll olur və ya çöküntü. Necə edilər? Sonra 73. Hansı halda duzların adı doğru göstərilir? Belə mi deyir? Duzun adı nədir? Doğrudur. Gəlin burada variantı tapaq, onun üzərindən gedək. Çünki bu uzundur da. Elə bilən burada Y bəndidir cavabı. Y bəndisiz 11-ci ilə Y-dən başlayaq. Y bəndində nə verir bizə? Ferrum OH SO4. Bu 2 mənfidir, 2 hidrogetir. Bu 1 mənfidir. Bu neçə olur onda? Müsbət 3. Neçə olur bu? 3. O zaman dəmir burada 3 valentlidir. Olacaq dəmir. Dəmir. 3. Neçə OH var? 1. Hidrokso. Hidrokso. Sulfat. Gələ bir də obursuna. Orada verir ferrum OH 2 SO4. Belə verir hə? Bu mənfi 2, bu mənfi 1, burada müsbət 3'dür deyəsən. Yox, müsbət 3'dür. Müsbət neçədir? 2'dir. Müsbət neçədir? 2 bax da. Mənfi 2, mənfi 2, müsbət 4. Düzdür. Güzel. Dəmir burada neçə valentlidir? 2. Buna da olacaq dəmir. 2. Neçə OH var bunun? 2'ye də baxma. Dəmirə birbaşa birləşənə bax. Bu işin önəmi yoxdur. Dəmirə bir dənə birləşir. Hidrokso. Sulfat. Elə? Keçək üçüncüsünə. Bizə verir ferrum H, SO4, neçə? 3. Zaten H, SO4 mənfi 1'dir, bu olur müsbət 3. Olur dəmir 3. Hidro sulfat. Daha geçti. Aydındır.
Düzdür? Bəli. Niye bu hidro oldu? Niye bu 3 olmadı? Trihidro olmadı? Çünkü SO4'də birbaşa birləşən H sayırsan. SO4'də bir dənə H birləşir, bunlar hidrodur. Aydındır? Trihidro ümumiyyətlə ola bilməz, elə şey mümkün deyil. Sülfat üçün xüsusən də. Sülfat zaten hidrodan başka bir şey ola bilmir. Ya sülfat ya da hidrosülfat. Çünkü iki tane hidrogeni var da onun. Mesela pirofosfatçı mı ola bilərdi H4'də? Onda ola bilərdi tri. Hidro. Sonra 74. çox rahat. Bir valentli bir metal düşün. Metal neçə valentlidir? Sülfat turşusu sülfat deyir. Sülfat neçədir? HCSO4'dan gəlir də. O da 2 valentli. Ona görə X Formula necə olur? X2S. Molekullər neçə veribdir? 174. Bunun kütləsi 32'dir. Bu 16'dır, 4'e vur 64. Bu da 2x. Bunların cəmi bərabərliyi 174. X 39. Kaliummuş. Kaliummuş. Sonra tamam. 5. Neçə? 75. Hansı reaksiya getmir? Hansı reaksiya getmir? Doğru, niye bəndi getmir? Niye getmir bilirsiniz? Çünki aktiv çekim tamamı. Aktivlik sırasına əsasdır. Turşu ilə əsasla duz nə zaman ki, işte su dağılır. Olur. Söküntü yoxdur. Nə kalium klor söküntü deyil, nə də natrium OH söküntü deyil. Bu dönən reaksiya olur. Axıra qədər böyle gedir qayıdır. Yəni orada bir söküntü mümkün alınmasın. Bu reaksiya axıra qədər getmir. Qalan hansı reaksiyanı istəyirsiniz, niyə getdiyini deyim sizə. Bu ona göre gelir ki, burada sink OH2 söküntüsü alınır. Və kalium klor. Bu ona gelir ki, burada ümumiyyətlə bu turşu oksidi ilə əsas gedir. Birebir girdiyi üçün kalsium hidrokarbonat. Burada elə söhbət yoxdur, söküntüsü söhbəti. Duzla əsas niyə gedir? Çünki kuprum OH2 söküntüsü alınır. Kalium klor. Bu niyə gedir? Çünki burada ferum klor, ferum OH2 söküntüsü alınır və söküntü alınır. Bunlar zaten girirlər turşu ilə əsas xassəli maddə. Burada da söküntü alınır. Diğer reaksiya baş verdi. Aydındır? Tamam. Neçə? 6. Duz və turşu arasında gedən reaksiya nədir? Uşaqlar, duz nə zaman turşu ilə girər? Burada iki hal mümkündür. Ya gərək qüvvətli turşu zəif turşunun duzundan sıxışdırıb çıxarsın, ya da turşu öz duzu ilə girə bilər. Çox əsaslı olsa turşu. Necə olsa? Deməli, klorid karbonatı çıxarır, bəli çıxarır. Kalsiyum hidrogeni çıxarır, bəli. Amma burada turşu ilə duz arasında deyil. Duzla turşu ilə cavab yeməlidir də. Burada metalla turşu arasındadır. Burada əsasi oksidlə su arasındadır. Duzla duz arasındadır. Duzla turşu oksidi arasındadır. Əgər duzla turşu arasında deyilsə, cavab nədir? Y variantı. Çünki digər heç bir bənddə duzla turşu arasında olmaz da reaksiya. 79. 79. 2 mol natrium OH neytrallarının neçə mol H-NO3 lazımdır? 2 mol natrium OH-ın neçə dənə OH var? Bir dənə. Yox, 2 dənə. O zaman 2 dənə bundan götür. 2 dənə H olsun, tam neytrallaşsın. Tam neytrallaşma olur ki, H sayı OH sayına Çox dardır. aydındır. Bildiniz də? O bir dənə tip vardı, onu başa düşəndən sonra bunlar hamısı alınır. Davam edək. 81'den 94'e kadar hamısı yazır. Hay Allah. Tərkibində oksigen atomu olmayan duz. Bromid də natrium bromid. Natrium bromid. Nitratda var, karbonatda var, sülfatda var, kloratda var. Sülfat SO4'dür, klorat klor O3'dür. Nitrat NO3'dür, karbonat da CO3'dür. Hamısının var da. Böyüdə metalı qoymadım da qalıqları yazdım. 82. Kalsiyum permanganatın formunu istəyir. Birinci, kalsiyum və permanganatın neçə molekül olduğunu təyin edək. Kalsiyum OH2-dən qalan qalıqdır. Neçə moleküldir? 2. Permanganat H-mangan O4'dən qalıqdır. O zaman o necədir? Mangan O4 neçə moleküldir? 1. Formu nə olacaq? 2. Kalsiyum manqanodur 2. Səslən sözümüz yox. Yoxdur. Birinci sualdır da. 84 də yoxdur. 85 nədir? Aha. Normal duzdur. Oğlum, normal duzdur da bəllidir də. Bu normal duzdur da. O işte Tuş duzdur. Suda əl olur ikisi də. Bir molda 7 atom var. Hər ikisində. Hər ikisində 7 atom var da. Cavab nə oldu? X 3 və X nə oldu? 3 nə? 4. Sonra. Deyir ki,
Hansı doğru deyil? Birincisi gəl müəyyənləşdirək görək burada x neçə? X xlor 2-də. Sarpaz gəldi bilirsiniz. -1 müsbət neçə? 2. X2 orada da -2 müsbət 1. Deməli x müsbət 1 ola bilər. Bir də müsbət neçə? 2. Y bəndince qalmaz edək. X2 SO4 3. Burada bir şey olmaz. Bu çarpaz gələndə bu müsbət 3 olmayıb burada. Bəli. Aha 1 və 2 ola bilirdi. Bəli. Deməli bu doğru deyil də. Digər bəndlərdə analiz edeyim mi? Doğru olduğunu görmək istəyirsinizmi? Məsələn D bəndinə baxaq. D bəndi bizə nə verir? HPO3. HPO4. X-i də verir, 2 də verir. Birinci HPO4 neçə olacaq onu bilək. H3PO4-ün qalıqıdır, o -2. O zaman bu da müsbət 1 olmalıdır ki, vuranda müsbət 2 eləsin, bu da -2. O zaman düz deyir də müsbət 1-dir də X. Müsbət 1 ola bilirdi də. 3 ola bilmirdi, Y bəndini götürdük. Başqa hansı istəyirsən Nurə bəndi? A bəndi. Şüt H2-sin qalığı deyil. H2-sin -2-dir, bu da mənim müsbət 2-ymiş də. Aydındır? H2-sin qalığıdır axı. Söyləsin şöyle. Hansı reaksiyalar doğrudur? Birincisi metal oksidlərindən yalnız aktiv metalların oksidi su ilə girir. Bu mümkün deyil. Bəli, bu doğrudur. Aktiv metallar su ilə girer, qələrin hidrogen verir. Duzla əsas o zaman girir ki, ikisi də suda hər olsun. Onun maqnezium H2 töküntüdür. Deməli, mümkün deyil. Mis H-klordan hidrogen çıxartsın. Mümkün deyil. Mis oksigen də yansın, mümkündür. Mümkün olan 2-5, mümkün olmayan 1-3-4. Mümkünü mü istəyir, mümkün olmayanı mı istəyir? Mümkün olmaz. Olanı istəyirsə 2-5. Olmayan desəydi 1-3-4. Səbəbləri başa düşdünüz, niyə? Son. Neçə 89? Bəli. Hansı əsasın bu qədər molunun, bu qədər turşu iləsin normal duz alınır? Birincisi, bu özü neçə moldur uşaqlar? 15. Çünki 98 bunun 1 moldur, 49'da 0.5. Deməli 0.5 mol metal, OH, N götürməliyəm, onu salmalıyam 0.5 mol H2, SO4 ilə normal duz almalıyam. Nə almalıyam? Burada hidrojen sayını 1'e 1'dir də bu. 0.5 nə deməkdir? 1'e 1. Burada neçə hidrojen oldu? 2 dənə. Onda neçə olmalıdır? 2. 2 olan hansıdır? Kalsiyum, OH, 2. 2 turşulu əsas lazımdır bizə. Nə lazımdır? Gəlsən mənim 0.5 vermişsin, niyə 1'ə çevirdin ki? Fərqi nə ki? 0.5'in 0.5 nisbəti 1'in 1'ə döyür. Orada o N'in yerine 2 yazdı. 2 olmasa hidrogen sayının OH sayı fərqli olar, onda da normal duz alınmaz. Burada isə hidrogen var. 2 dənə, burada 2 olsun deyə. O da kalsiyum OH 2 dəftə 2. Tamam. 90. Hansı halda normal duz alınır? Normal duz alınması üçün gərək turşu ilə əsasın H və OH sayı olsun. Birincidə 2 müxtəlif əsas götürür. Burada 2 qat duz alınır. Necə duz alınır? Burada alınacaq elə. H3PO4. Neçə OH var? Bu bizə reaksiyada verəcək kalium 3PO4 və 6 dənə su. Elə cavab da olacaq B variantı. Cavab olacaq nə? B variantı. 91. Uşaqlar, dəmir lövhəni qurğuşun nitrat, 2 nitrat olan məhlula salıb. Dəmir lövhəni nə edib? Qurğuşun 2 nitrat olan məhlula salıb. Bax, belə düşünün. Burada qurğuşun 2 nitrat var. Bunun içərisində bir dəmir atmışam. Nə atmışam? Dəmir qurğuşunu əvəz eləyir. Burada alınır dəmir nitrat, sonra qurğuşunu çıxarıram çölə. Nəyi çıxarıram çölə? Qurğuşunu çıxartdım çölə. İndi girən dəmir 56 qramdır, yəni bir dənəsi. Çıxan qurğuşunun bir dənəsi 207 qramdır. Hə? O zaman lövhənin kütləsi neçə dəfə artdı? Neçə vayd artdı? Neçə vayd artdı? 151 qram artdı da, elə olmadı? Elə olmayır? Yəni dəmir 56 girəndə, bu 207 çıxanda kütlə nə qədər artdı lövhənin kütləsi? 51 artdığım kütlə 51'dir, çıxartdığım kütlə 207'dir. Lövhə nə qədər artıb? 150. Bizdə lövhə nə qədər artıb? 15 onda? Əgər 15 onda 1 artsaydı, o zaman neçə azdı? O zaman bu götürülən dəmir gərək 5.6 qram olardı, çıxan da neçə olardı? 20.7. Deməli, bura attığım dəmir 5.6 olardı, çıxartdığım qurğuşunda 20.7 olardı. Yəni bizdən nə istənmişdi?
dəmirin. Neçə qram dəmir keçibdir? 5.6. Aydındır. Reaksiya yazın, eyni şey yəni. Yazım istəyirsiniz. Belə yazım reaksiyanı. Ferrum müstəqil quruluşu NO2 ferrum NO3 2 plus quruluşu. Saldığım lövhə budur, çıxartdığım lövhə budur. Əgər lövhə 15.1 artıqsa məhlul onda nə qədər azalıb? Məhlul elə 15.1 azalıb deməlidir. Məhlul nə qədər azalıb? Çünki məhlulun içərisinə 56 girib, o itirib 207. 56 mat qazanıb, 207 mat itirib. Lövhənin qazandığı məhlulun itirdiyi də. Davam edək. Neçə? 92 də bundan da düz yazarsınız. Eynisidir. 93. Hansı reaksiya gedir? Gedən reaksiya burada budur da, bu da. Y bəndi. Dəmir misi çıxarır da, qalanları çıxara bilmir axı bir-birini. Hansı reaksiya məhlulda baş vermir? Pəncərə bağlayaq. Dəmir sinki çıxara bilməz də. Pəncərə Yox, ehtiyac yoxdur. Bir dəqiqəlikdir. Kimisə gəlin aparırlar da yəqin. Toy şeyinə oxşayır. Şuna oturub elə. Burada mən öz boğazımı yırtıram, mənə dinləmirsən. Biraz düt-düt gəlir çöldə. Fikrin qalır oradakı, o siqnala necə bastır, üstündə oturur, yoxsa başında ayır. Fikrim... Hansı metallar mis kimtər məhluldan misi çıxarır? Misi kimlər çıxarır? Misdən daha aktiv olanlar. Amma bu sual təkrardır məncə. Misdən aktiv olanlar hansılardır? Bunlar olur, bunlar. A niyə olmaz? Çünki kalium və kalsium nə edəcək? Bunlar olmaz. Mesela civə çıxara bilmir, kalsium su ilə girir. Su ilə girir, bu çıxara bilməz. Bu çıxara bilər. Bu çıxara bilməz, bu çıxarar, bu çıxarar. Çıxarar, bilməz. 97. 97. Hansı reaksiya məhlulda getmir? Mümkün deyil demək istəyir. Getmirsə, o zaman şərtlər bəllidir də. Elə A bəndi getməz. Niyə getməz? Çünki zəif turşu, qüvvətli turşu duzundan sıxışdırıb çıxara bilməz. Bu gedər niyə kupromet söküntüsü alınır deyə. Bu gedər niyə gümüş klorid söküntüsü alınır deyə. Bu gedər niyə barium SO4 söküntüsü alınır deyə. Bu niyə gedər kupromol-2 söküntüsü alınır deyə. Aydındır. Təbii ki, sonraki məhsulları yazmadım. Sadəcə nə alınır deyə yazdım. Sonra. Neçə? Bitti. Bir də stop eləmə ya, pauza elə.